Dostlar, salam arz edirəm xidmət sizə. İnşallah ki, halınız yaxşı ola. Bu videoda türk soylu bəlgəsi moridində danışacağım. Ona görə ki, bu bəlgə türklərin moridindədir. Lazım deyil mənim nəzərimə farsı danışaq, son fasların dərdinə dəyməz. Arz edirəm xidmət sizə. Baxın bir dostlar, türk soylu bəlgəsi nə mənədir kollən? Türk soylu bəlgəsi budur ki, bir dənə bəlgədir ki, Türkiyə dövlətinin tərəfindən türk olanlara ixtisas verilir. İndi fərq eləmir, bu İran türkü ola, Azərbaycan türkü ola, Özbək ola, Türkmen ola, ya Ahıska türklər ola. Hara olsa onların hamısına ixtisas verilir. Amma mühüm olan bu bəlgəni təmin eləməkdir. Bəlgə hardan alınır? Bəlgə gərək, indi siz hara vətəndaşsınız, haranın şəhərbəndisiniz, o məmləkətin idarətindən, o məmləkətin dövlətin tərəfindən rəsmi olaraq təyin alasınız, gətirəsiniz, Türkiyədə istifadə eləyəsiniz. Əvvəlki bu videonu like eləyin, ondan sonra dostlarınıza da göndərin ki, inşallah bir gün lazımları olsa istifadə eləmiş olalar. Ərz edim xidmətsə, türk soylu bəlgəsini siz İrandan hardan almalısınız? Türk soylu bəlgəsi İranda baxın, rəsmi olaraq bir amadə bir namə deyir, amadə bir formatı yoxdur. Gərək özünüz yazdırasınız. Nə cür yazdırırsınız? Bu cür yazdırırsınız ki, məsələn, bir dənə mətn amadə edirsiniz ki, məsələn, mən bu müşəxxəsatına ya o şəxsi ki, qərardır verə, fərz eləyin, kəndin dehyarı ya şəhrin şurası qərardır bu naməni sizə verə. Yazır ki, məsələn, istizarınıza yetişir ki, bu şəxs bu müşəxxəsatla dədəsinin adı bu, anasının adı bu. Bir adresi, məsələn, Azərbaycanın şəhri Təbriz. Quvahi olunur ki, bu şəxs isalətən türk və türk zəbandır. Bunları farsça yazılır. Ondan sonra namənin gərək tarixi ola, şumarəsi ola. Ondan sonra mövzusu ola. Mövzu nə mən ola? Yaza quvahi. Ya quvahiyə tork budən, torktəbar budən, ya elə tək quvahi də yazsalar ola. Namə kimə yazıla? B vizarətumul xaricə. Qəşəng bir dənə sərbəqdə namə ola. Bir dəstnevişdə namə, əlinə yazılan namə, ondan sonra istişad məhəlli, bunlar dərdə dəyməz. Gərək bir dənə rəsmi namə yazıla ta vizarətumul xaricədə hala ki, tozif verəcəm xidmətçisə nəzür təyin eləyəsiniz, təyin eləyə bilər. Naməni mən bilirəm ki, alması çətin işdir. Yəni, rahat gedirsən ki, məsələn, səbt əhvala vermirlər. Bunu deməmişdən qabaq deyim ki, bu naməni dehyar yazsa olar, kəndin şurası yazsa olar. Ondan sonra şəhərdə şura, səbt əhval, fərmandarı, ustandarı. Bunlardan alsaz namə geçərlidir. Namənin etibarı vardır, eləyə bilərsiniz, istifadə eləyəsiniz. Naməni rahat-rahat hər adama vermirlər. Ya məsələn, sən indi durursan, gedirsən səbt əhvala, ya məsələn, şuraya filan, məxsusən böyük şəhərlərdə həssasiyyətləri vardır, naməni vermirlər. Ona görə gərək tanış gücü ilə bunu naməni almış olasınız. Ki, məsələn, indi tanış bir dənə yaza, təyin eləyə, mühürləyə. Namə yazdıqdan sonra gərək bunu bir dənə mütərcimi rəsmi dad göstərir ki, İrandadır, tərcümə eləyə. Tərcümə elədikdən sonra dad göstərir bunu təyin eləyə. Ondan sonra vizarətumul xaricə təyin eləyə İranda. Sonra da Türkiyənin sifarəti ya konsulgərləri təyin eləyə. Bu mərahil çox çətin də deyil, çox da rahat da deyil yaxçı, amma istəyən eləyə bilər. İndi siz gedirsiniz bir işin dalınca, yox, oturasan evdə deyəsən mən getmirəm, məsələn, bu iş olmaz. Hələ dərhal ki, sən heç bu ayağın yerdən qozamayıbsan, ya məsələn, bir hərəkət eləməyibsən, deyəsən ki, bu iş olmaz. Gərək düşəsən dalsızca, gedəsən bu işin dalsızca, ta inşallah ki, olar. Çoxlu dostlarımız bu naməni alıblar, təyidlərini ya özləri, ya bizim köməkliyi ilə YB eləyiblər. Ondan sonra ərz edim xidmətsə
çoxlu dostlarımız, çoxlu danışçılarımız bu namədən istifadə eləyiblər. Xod mənim özüm yaxçı, özüm bu namədən istifadə eləmişəm. Ondan sonra bu naməni təqribən Türkiyədə çox adam heç bilməzdi, yəni İranlılardan çox adam bilməzdi. Bir 3-4 il bundan qabaq biz ki, məsələn elə reklamını başlamışdıq filan. O zamandan da alınıbdı və o zaman alanlar daha çox istifadə eləyiblər ta indiyəcən. İndiki məsələn biraz çətin olubdu. O zaman alırdıq rahat burada, hətta sifarətə də təyin elətdirirdik, rahatırdı. İndi biraz çətin olub, amma olmayan da olur. Siz bu naməni alsanız, Türkiyədə çox dərdinizə dəyər. Sizə bu cür deyim. Bu namə dərvaqa bir dənə, nə deyirlər, bəlgədir ki, İrandan ki alırsınız, təyin edirsiniz, gətirirsiniz buraya. Türkiyədə sizin nə cür dərdinizə dəyir? Fikir eləməyin ki, məsələn, biz naməni aldıq, həttəmən gərək Türkiyədə də aparaq, məsələn, nüfus müdürlüyünə irsal ola, bakanlığa, orada bizə bir dənə kartını verirlər, türk soylulara mahsus kart yazır. Onu verirlər, ta mənim dərdimə dəyir. Yox, bu cür deyil. Burada çox yerlərdə səliqəyədir. Məsələn, siz gedirsiniz bir dənə idarəyə, idarə bunun elə təyin olunmuş halı ki, məsələn, Türkiyənin sifarətinin, konsul gəlisi ki, İrandadır, möhrü vardı. Hətta onunla sizə iş görə bilər. Fərz eləyin, siz Türkiyədə gəlsiniz, bir dənə şirkət açasınız, bir iş görərsiniz. Məsələn, çörəkçilik eləyəsiniz, ya market açasınız. Gedirsiniz, məsələn, o məntəqənin bələdiyyəsinə. Getdiniz bələdiyyəyə, deyir ki, məsələn, olmaz. Gərək vətəndaş olasınız, ya da çalışma izniniz ola, ta mən sizə ruhsat verəm. Ya hamam mücəvvizi, nə deyirlər, İranı deyirlər, pərvanə kəsb verəm. Deyirsən ki, ya da şəhərvəndə olasan, ya da məsələn türk soylu olasan. Ya o özü deməmişdən də sən deyə bilərsən ki, mən düzdür şəhərvəndərim, amma mən türk soyluyam. Naməyə baxır, yəni İrandan müstəqim gətirdiğin naməyə baxır, qoyun pərvəndəyə sənin mücəvvizin sadir eləyir. Yəni bu cür dərk etmən deyəsiniz, məsələn biz naməni aldıq da gətdik, Türkiyədə bizim dərdimizə dəyməz. Çox dərdinizə dəyər. Yəni bu cür deyim. Bu namə bir dənə təhsil konəndəyə işdir, işi rahatladır. Siz ki, məsələn, istəyirsiniz bir iş görəsiniz, bir mücəvviz alasınız, bu namə sizin burada dərdinizə dəyir. Yəni çoxlu işlər bu namənin tərqi ilə görə bilirsiniz. Bunun sözünə də qulaq asmayın ki, məsələn, yox bu namə olmaz, bunlar havadır. Mən özüm deyirəm sizə, mən bu naməni istifadə eləmişəm, danışçılarımız neçə il bundan qabaq istifadə ediblər. İndi danışçılarımıza ki, məsələn, burada dərs oxuyurlar, filandılar, onlara təhiyyə eləyirik. Ona görə mənim nəzərimə bu işin dalınca düşün, əgər niyazınız vardır, niyazınız yoxdur, ötürüncə o özünü dərc eləməyin. Amma əgər niyazınız vardır, bu işin dalınca düşün və təhiyyə eləyin. Bir də bunu deyim sizə, bu bir iki dənə peyz gördüm ki, ərz edim xidmətinizə ki, bəhs şəhərvəndini gətiriblər araya bu namə ilə. Dostlar, baxın, o cür bir şey yoxdur müstəqim. Bəli, məsələn, dediyim kimi, işlərdə, gördüyünüz işlərdə sizi qabağa ata bilər, sizin işinizi rahatlada bilər, amma müstəqim şəhərvəndidə təsiri yoxdur. İkincisi, məsələn, bu bəlgəni alarsa, gətirəsiniz, verəsiniz burada Türkiyədə dövlətə, nüfus müdürlüyünə, sizə gətirə, məsələn, pasport verə, kimlik verə, kimlikçi Türkiyə. Onda əslən müstəqim təsiri yoxdur, qeyri-müstəqim var. Nə cür qeyri-müstəqim var? Fərz eləyin, siz məsələn 5 il burada mülk alıbsınız, iqamət alıbsınız. İstəyirsiniz indi vətəndaşlığa başvurasınız, bu dərdinizə dəyər, bunu bəlgəni qoysaz pərvəndəzə, sizin işinizi qabağa atar. Ya çalışma izni ilə vətəndaşlığa başvurursan, dərdən dəyər. Ya hətta burada biz vardır, geçən il biz bu bəlgə ilə turisti iqamət aldıq. Neçə də müştərimizə ki, var idi bu bəlgələri, turisti iqamət ala bildik. Yəni, pərvəndə izafə elətdik, oldu. Hətta bu ilənsi, məsələn, biz neçə də müştərimizə çalışma izni aldıq bunun tərqi ilə. Müştərimiz vardı, həm turisti təyid oldu, həm çalışma izni, amma bu bəlgənin tərqi ilə. Bu yəni çox mühüm bir bəlgədir. Yəni, türk soylu bəlgəsi deyib geçməyin, fəqət o cür deyil.
Dedim bir video çəkin, bunları xidmətinizə ərz edeyim. Ondan sonra nə mənada sualınız olsa bizim peyzimiz var, rahi irtibatımız vardır. Əlimizdən gəldiyi qədər sizə köməklik eləyəcəyik. Xoşça qalın.